Ay qız yatmısan fil qulağında heç nə xəbərin yoxdur. Bu gözü çıxmamış qız cəmaatın 140 min pulun götürüb çıxıb aradan. Hə, o yetimlər də ev alacaqmış, qalıblar ortalıqda. Axırı bacısını sıxışdırıblar. Gəl sən bilərsən hanı bu qız? Deyib filan yerdə bir dənə oğlan var. İlan vurmamış, qızı yoldan çıxardılmış 100%. Gediblər oğlanın yanına. Oğlan atıb boynundan deyib nə qız, nə pul, heç nə xəbərim yoxdur. Ay bacı İraq olsun. Üstündən düz bir həftə keçdi. Bir həftə sonra qızı bir vəziyyətdə tapdılar. Mən o səhnəni oxuyanda qışqırdım. Yoldaşım dedi, oxuma gecə yuxuya girəcək. Dedim, geçdi. Bura qədər oxumuşam, bundan sonra oxumasam yuxuma girəcək ki, görüm nə baş verib. Dedim, o anda saxlayaram ki, hansı işgəncə səhnəsi başlayır, mən onda dayanaram. Mən bir sətir işgəncə oxuyanda 3 gün özümə gəlmirəm. Şükür Allaha, heç ümumiyyətlə işgəncə səhnəsi yox idi. Axıra qədər sırf gərilim idi kitab. Qorxu var idi, amma bax bu danışdığım yerə qədər. Bundan sonra ümumiyyətlə qorxu hissəsi yoxdur. Bir şey deməliyəm ki, qızın bacısı ilə sevgilisinin danışıqları məni bura yox, bura yığmışdı. Qız bir həftədə ortalıqda yox. Bunlar havadan, sudan, mismardan danışırlar. Amma ondan qalan hissələr mənə maraqlı idi ki, Norman kimdir? Kimdir bu 40 yaşlı körpə? Onun həyatı nədir? Uşaqlığı necə keçib? Beyninin içində nələr var? Anası ilə münasibətləri dəhşətli dərəcədə maraqlı idi ki, de görüm, tanıt mənə bu adamı. Kimdir bu obraz? Kimdir bu Norman? Nəzərə alın ki, kitab 1920 neçənci ildə dəqiq yadımda deyil yazılıb. Bu motivlər əsasında belə deyim, çox filmlər, çox kitablar yazılıb. Çünki bu təəssüf ki, real hadisədən, real bir şəxsdən, ruhi xəstədən belə deyim, ilhamlanmış deyim də, nə deyim, başqa bir söz tapa bilmirəm. Onun həyatından ilhamlanaraq yazılmış bir əsərdir və təbii olaraq elə hadisələrdən çoxlu kitablar, çoxlu filmlər olur. Ona görə də oxuyanda hansısa bir məqam sizə onsuz da tanış gələcək. Amma ümumi olaraq gərilim axtaranlar üçün, psixoloji triller axtaranlar üçün maraqlı kitabdır. Robert Bloch, Psixo. İyisiz Psixo.